Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah Teala Zariyat suresi 55. ayette buyurur: "Ve zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən hatırlatmaq möminə fayda verir. Bugün Peyğəmbər sallallahu aleyhi və səlləmin əzəmətli hədislərindən birini götürəsiyik. Hədisin mənası olaraq gəlir ki, Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 7 sinif insan vardır ki, heç bir kölgənin olmadığı bir gündə Allah-u Teala onları öz kölgəsində kölgələndirəcəkdir. Onlardan birincisi adil imam. İkincisi Allah'a ibadətlə böyüyən gənc. Üçüncüsü qəlbi məscidə bağlı olan kişi. Dördüncüsü Allah üçün bir-birlərini sevən 2 nəfər. Beşincisi onu vəzifə sahibi bir qadın zinaya çağırdığı zaman mən Allahdan qorxuram deyib ondan çəkinən şəxs. Altıncısı sağ əlin verdiyini sol əl bilməyəcəyi şəkildə sədəqə verən kişi. Və yedincisi də Allahı təklikdə zikr edərkən ağlayan, gözləri yaşaran şəxsdir. Bunlara qısa olaraq açıqlama verməyə gəldikdə isə İmamun adil, birincisi adil imam. Adil imam o deməkdir ki, insanların üzərində söz sahibi olan, insanlar üzərində vəzifə sahibi olan və insanların işlərini idarə edə bilən bir insandır. Və bu şəxs Allahın əmrləri ilə hökm verər. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olan şəkildə hökm verərsə və insanlar arasında adil olarsa, yəni insanlardan rüşvət alaraq başqasının haqqını başqasına verməzsə və öz qohumudur deyə onu önə çəkməzsə və bunun kimi digər məsələlərdə həqiqi bir şəkildə Allahın hökmü ilə adil bir şəkildə bir insan hökm verərsə, Allahın izni ilə həmənki şəxs qiyamət günü Allahın rəhmət kölgəsində olanlardan olar. İkincisi, ibadətlə böyüyən gənc. Bu elə bir nemətdir ki, Allah-u Teala bu neməti hər kəsə nəsib etmir. Bəzilərimiz həddi buluğa çatdıqdan sonra və bəzilərimiz ailə, uşaq sahibi olduqdan sonra Rəbbimizin bizə olan neməti, hidayəti gəlir. Və Allah-u Teala'nın da elə qulları vardır ki, Allah-u Teala onlara uşaq vaxtlarından ibadət, itaət nəsib etmişdir. Allahın kitabını öyrənməyi, onu əzbərləməyi, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini əzbərləməyi, Allahın Peyğəmbərinə göndərdiyi şəriəti öyrənməyi və bütün namazlara məscidə getməyi və cəmaat namazını qılmağı, haramlardan uzaq olmağı, muziki məclislərindən çəkinməyi Allah-u Teala onlara nəsib etmişdir. Və onlar bu hal üzərində böyüyərlər, həddi buluğa çatarlar və bu hal üzərində də ölərlər. Nə gözəldir o şəxslərə. Bax, o şəxslər ki, uşaqlığını ibadətlə keçirər, həddi buluğa çatarlar və onlar Allahın izni ilə qiyamət günü Allahın rəhmət kölgəsində kölgələnən insanlardan olarlar. Ona görə də hər bir valideyn üzərinə
düşən mühüm əməllərdən biri də odur ki, Allah-u Teala sizə hidayət nurunu vermiş və sizi evlad ruzisi ilə ruziləndirmişdirsə və sizin əlinizə Allah-u Teala belə bir fürsət vermişdirsə, onda çalışın Allahın sizə verdiyi bu evlad nemətini bu sinifdən olanlardan olsun. Onlara namaz öyrətin, onlara Allahın kitabını öyrətin, onlara hicabı və həmçinin müsəlmanın geyim qaydasını öyrətin, onlara haram məclislərdən çəkinməyi, onlara məscidlərə getməyi və gündəlik 5 namazı məsciddə qılmağı onlara öyrətin. Onlara vərdiş halına gətirin. Onlara Allahı tanıtın. Onlara Allahdan başqasına and içməyi, ondan başqasına ibadət etməyin qadağan olduğunu, şirki öyrətin. Vallahi ki, əgər belə edərsinizsə, evladınızın o sinifdən olanlardan olması üçün böyük bir köməklik göstərərsiniz və bu da sizin üçün bir nemət olar. Üçüncüsünə gəldikdə isə rəculun qalbuhu muallaqun fil məsacid. O kişidir ki, onun qəlbi məscidlərə bağlıdır. Yəni bir şəxs günün 5 vaxt namazını məsciddə qılar. Bütün işlərini məsciddəki namaza görə uyğunlaşdırar. Ticarətini, alqı-satqısını, əgər heyvandarlıqla məşğuldursa, öz heyvanlarını bəsləməyini və həmçinin digər işlərini həm ailəsi və həmçinin öz güzaranını, tədarükünü görməsi üçün etdiyi bütün işləri elə nizama salar ki, namazlara məscidə gedə bilsin deyə. Ona görə fikir versəz, bu şəxs bütün namazları məsciddə qılar. Bu da Allahın ona olan bir müvəffəqiyyətidir, yardımıdır. Allahın ona olan yardımı ilandır. Ona görə insan çalışmalıdır ki, ən azından bu sinifdən olan insanlardan olsun. İmam deyilik, bu birincisi. İkincisi, imam deyilik deyəndə, yəni vəzifə şəxsi deyilik, vəzifəli bir şəxs deyilik. Və həmçinin də artıq həddi buluğa çatdıqdan sonra bizə hidayət gəlibdirsə, artıq ikinci sinifdən də deyilik. Üçüncü sinif qalır, bu da rəculun qalbuhu muallaqun fil məsacid, qəlbləri məscidə bağlı olan kişidir. Çalışağın özümüzü bunlardan olmağa, özümüzü bunlardan edək. Heç olmasa o gün bu sinif insanların içərisində olaq, bu zümrədən olaq. Yəni o insan hər namaza məscidə getməyi və bütün namazlarını məsciddə qılmağı Allahdan istəyir və Allahın da ona müvəffəqiyyəti gəlir. Və dördüncü sinifə gəldikdə isə iki şəxs var ki, onlar bir-birlərini yalnız Allah üçün sevirlər. Onlara bir-birlərini sevməyə nə dünya malı və yaxud da ki, gözəllik və yaxud da ki, onların bir-birinə olan köməyi və yaxud da ki, xəssiyyətlərimiz bir-birinə uyğun gəlir və yaxud da ki, bu səfərdə bununla çıxmaq daha rahatdır, insanı incitmir. Və bu şəkildə insan bu niyyətlərlə yoldaşlıq edərsə, o bu sinifdən olmaz. Yəni, sırf niyyəti Allah üçün onu sevməsidir. Yəni, onu sırf Allah razı qalsın deyə onunla yoldaşlıq etməsidir. Yəni, onları vəzifə, onları pul və həmçinin onları bir komandada oynamaları və yaxud da ki, universitetdə, məktəbdə, bir sinifdə oxumaları birləşdirmir. Sadəcə onları Rəbblərinə olan imanı birləşdirir. Və çalışsaq, Rəbbimizdən istəsək, bu sinifdən də ola bilərik. Və gəlir beşincisi, o kişi ki, mənsib sahibi olan bir qadın onu zinaya dəvət edir, Allah qorxusu ilə uzaq durur. Ümumi olaraq, qadın fitnəsi ən böyük fitnədir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərində bildirildiyi kimi, yəni bir kişi üçün, bu ümmət üçün ən böyük fitnə qadın fitnəsi sayılır.
Ona görə bu fitnədən uzaq olmaq həqiqətən bir kişi üçün çox çətindir. Allah-u Teala fikir versəz, Qurani-Kərimdə Yusuf surəsində Yusuf aleyhissalam barəsində buyurur ki, "Ləulə rəə burhanə rabbih." Əgər o Rəbbinin burhanını görməsəydi, Allahın dəlilini, yəni Allahın ona olan yardımı gəlməsəydi, yəni subhanallah, yəni o da ora düşərdi. Yəni o günaha, o zinaya düşərdi. Deməli Allahın yardımı gəldi. Niyə görə mənsib sahibi? Çünki zinanın baş verməsi üçün heç bir maniyə qalmır. Yəni hər bir şərait hazır və qarşı tərəf hazır və o sənə dəvət edir və onun üçün heç bir sıxıntı yoxdur və sənin üçün heç bir sıxıntı yoxdur. Yəni bu əmələ düşməyə mane olan tək bir şey mən Allahdan qorxuram. Yəni qəlbində Allah qorxusu olmasıdır. Əgər insan həqiqətən də bu ilə, bu qorxu ilə həmən ki o fitnədən uzaq olarsa, o da qiyamət günü bu sinifdən olan insanlardan olar. Ona görə heç kim bunu arzulamasın. Bir nəfər dua edir ki, Allahım məni Yusuf aleyhissalamın imtihan etdiyin kimi imtihan elə. Həqiqətən çox əzəmətli bir dua edir. Çox ağır bir dua edir. Və ona imtihan gəlir. İmtihandan keçə bilmir. Və öz imanına daldalanır, güvənir. Allahın yardımını unutur. Və fikir versəz, subhanallah, o həmən ki imanına daldalanan, güvənən insan, Allah qorusun, o bataqlığa düşür. Və deyilənə görə artıq o insan namazı da tərk edib. Allah qorusun. Ona görə heç kim bunu təmənni eləməsin, bunu arzulamasın. Və altıncısı odur ki, sağ əlin verdiyini sol əlin bilməyəcək şəkildə insanın sədəqə verməsidir. Yəni sədəqəni gizli verməsidir. Yəni insan bugünkü günümüzdə sədəqə verir və bunu çəkərək bütün sosial şəbəkələrdə paylaşır. Və baxırsınız ki, insan sədəqə verir və sədəqəni ona buna bildirir ki, mən filan kəsə filan qədər pul verdim. Ola bilər ki, sədəqə pul olmasın. Ola bilsin ki, sədəqə bir gülüş olsun, bir təbəssüm olsun. Ola bilsin ki, sədəqə sənin tanıdığın bir insan, vəzifə sahibi olan bir insan başqa bir insanın ehtiyacını ödəyə bilər. Və sənin ondan xahiş etməyin, o insanın ehtiyacını ödəməyi, işlə tədarük etməsi və yaxud da ki, düşdüyü sıxıntıdan qurtarması və bunun sənin bunu tələb etməyin həmçinin də sədəqədir. Bəzən də pul olmaya bilər. Və həmçinin insanın sədəqə bəzən də kömək, qol gücü ilə etdiyi kömək də həmçinin sədəqə ola bilər. Yəni əsas məsələ odur ki, yəni buradakı məqsəd ixlasdır. Yalnız Rəbbinin razı qalması. Yəni əgər sən bir kəsə bir şey verdinsə, yəni sənin Rəbbin onu gördümü? Gördü. Çünki Allah Teala basirdir. Və Rəbbinin bundan xəbər oldun, bəli. Çünki Allah Teala xəbirdir. Hər bir şeydən, hər bir gizlidən Allah Teala xəbirdir. Xəbiri olandır. Və Allah Teala'nın görməsi və bilməsi məyər sənə kifayət etmirmi? Və sən insan elədir ki, bəzən şeytanın ona verdiyi vəsvəsələrlə bununla razı düşmür və istəyir ki, etdiyi bu şeyi Allahın yaratdıqları da bilsin. Və bunu etdiyi zaman etdiyi əməlin savabı heç olur. Allah qorusun, bundan Allaha sığınırıq. Və sonuncusu da, yedincisi də odur ki, insan tək olaraq Rəbbini zikr etdiyi zaman ağlamasıdır. Gözündən yaş tökülməsidir. Bu da insan Rəbbi ilə tək qalır və Rəbbinin özü üzərində olan nemətləri xatırlayır. Və Rəbbinin ona nə qədər nimət verdiyini, sağlamlıq, ruzi, evlad, sığınacaq, minik və nə qədər nimətlər var ki, Allah Teala bu niməti çox qullarına verməmişdir. İnsan bu nemətləri xatırlayır və sonra da insan Rəbbinin ona verdiyi bu qədər nemətlər qarşısında ona nə verdiyini düşünür. Və sonra Rəbbi ilə qarşılaşacağı günü Rəbbinə nə cavab verəcəyini düşünür. Və insan öz günahlarını xatırlayır.
və Rəbbinin ona verdiyi bu qədər nemətlərlə, göz neməti, qulaq neməti və bu nemətlərlə necə bu haramları işlədiyini düşünür. Və belə edərsə, inşallah ki, onun qəlbinin təsirlənməsinə, həqiqətən də özünü o böyük hesab günü gəlməmişdən öz-özünə hesab çəkməsinə səbəb olar və həqiqətən də etdiyi əməldə ixlaslıdırsa, səmimidirsə və bu peşmançılığı hiss etməsinə səbəb olar. Və həqiqətən də insan peşmançılığı hiss etdiyi zaman yəni gözlər yaşarır, göz buna tab gətirə bacarmır, dözə bacarmır. Ürək titrəyir və Rəbbinin qarşısında nə qədər Rəbbinə borclu olduğunu insan hiss edir. Və Allahdan istəyirik ki, Allah-u Teala bizə bu siniflərdən olmağı nəsib eyləsin. Və həmçinin valideynlərimizə, həmçinin evladlarımıza və ən yaxınlarımıza, bacı və qardaşlarımıza, bütün müsəlman bacı və qardaşlarımıza Allah-u Teala bu neməti nəsib etsin. Və Rəbbimizin razı qaldığı şəkildə bu dünyada yaşamağı və onun razı qaldığı şəkildə bu dünyadan köçməyi bizə nəsib etsin. Və bizi irəlilədikdən sonra geriləməkdən, hidayətə gəldikdən sonra azmaqdan, bir əməli etdikdən sonra onu tərk etməkdən və bir şeyi bildikdən sonra ondan cahil olmaqdan Allah-u Teala bizi qorusun. Allah-u Teala bizi öz kitabını və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini, sünnəsini başa düşməyi nəsib etsin və bizi xeyir üzərində cəm etsin. Və Allahdan istəyirəm ki, Allah-u Teala bizim qəlbimizi məscidə bağlı olanlardan eyləsin. Evladlarımızı ibadət, itaat üzərində böyüyənlərdən və hidayət üzərində sabit qalanlardan eyləsin. Və bir-birimizi Rəbbi üçün sevənlərdən və bir-birimizi gördüyümüz zaman Rəbbimiz üçün sevinənlərdən eyləsin. Allah-u Teala bizi kişilər üçün qadın və qadınlar üçün də kişi fitnəsindən qorusun. Və Allah-u Teala bizim üzərimizdə olan əmr sahiblərini adil olanlardan eyləsin. Və Allah-u Teala bizi özünün razı qaldığı şəkildə sədəqə verməyi nəsib etsin. Qəlblərimizi yumuşatsın. Rəbbimizin bizə verdiyi o nemətdən bizim də verməyimizə müvəffəq eyləsin. Və Allah-u Teala bizə bu işdə ixlas nəsib eyləsin. Və özünə zikr edərək, verdiyi nemətləri xatırlayaraq, özünə həqiqi bir şəkildə qul olanlardan və ondan qorxaraq ağlayanlardan və onun əzabından qorxanlardan və həmçinin də onun nemətlərinə və həmçinin rəhimli və mərhəmətli olmasına, cənnətinə ümid edərək ağlayanlardan və ixlaslı olanlardan etsin. Əmin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu iləyik.